mövzuda toxunacağımız mühüm məsələlərdən biri də namazın öz vaxtında qılınması. Peyğəmbər salavatullah buyurur ki, hər kəs qəsdən namazı öz vaxtında qılmasa, onun vaxtını çox yubandırsa, Sirat körpüsünün üzərində 80 keçiddə saxlanılacaqdır. Hər bir keçidin vaxtı 360 gündür. Deməli, Sirat körpüsünün üzərində 80 keçid var. Hər keçiddə namazı vaxtında qılmayan insanlar saxlanılacaqdır. Saxlanma müddəti 360 gündür. Həzrət buyurur ki, həmən o 360 günün hər bir günü də dünyanın əvvəlindən sonuna qədər olan dövrü əhatə etməkdədir. Görün, Sirat körpüsündə namazı vaxtında qılmayan insanlar necə saxlanırlar, necə haqq hesaba çəkilərlər. Bir kəlamda da isə namazı öz vaxtında qılmaq mövzusunda buyurur, namazı öz əvvəl vaxtında qılmaq Allahın razılığıdır. Yəni Allah həmən bəndədən razı qalar, namazı yubadıb axır vaxtında qılmaq sadəcə bağışlanmadır. Yəni Allah o şəxsdən razı deyil, amma namazı da qılıb deyə ona cəza verməyəcəkdir. Bəs namazdan nə kimi savab əldə edirik? Dururuq o 5 dəqiqə, 10 dəqiqə sübh və ya hər hansı bir namaza, Peyğəmbər salavatullah görək nə müjdə verir bizə namazda durduğumuz müddətcə. Buyurur ki, sizdən biriniz öz müsəllasında, yəni namaz yerində dayandığı müddətcə mələklər ona salavat göndərərlər. Amma bu şərtlə ki, söhbət, qeybət və digər bu kimi işlər görməyə. Sadəcə oturmusan müsəllanda, müsəlla namaz qılınan yerdə. Namazın vaxtını gözləyirsən. Peyğəmbər buyurur ki, mələklər o şəxsə salavat göndərərlər və belə deyərlər: Allahummağfir ləhu, ilahi, bu bəndəni bağışla. Allahumma ərhamhu, ilahi, bu bəndəyə mərhəmət göstər. Hansı ki, o adam məsciddə oturub gözləyir, ailəsinin yanına dönmür, onu orada gözlədən şey yalnız namazıdır. Belə adamlar üçün mələklərin bu duaları vardır. Digər bir hədisində Peyğəmbər salavatullah buyurur ki, elə ki bəndə vacib namazı üçün ayağa qalxar, namaza durar, Allah üçün qiblə istiqamətinə istiqamətlənər, bütün vücudu ilə, bütün səlabəti ilə, qulağı ilə, Allahın gözləri ilə üzü Allaha tərəf yönələr. Peyğəmbər buyurur ki, o namaz bitdikdən sonra anadan doğulmuş uşaq kimi olar. Yəni nə? Günahları tamamı ilə bağışlanar. Bu hədis onu göstərir ki, biz namazımızı normal şəkildə qılsaq, bizim əməl dəftərimizdə olan nə günah varsa, hamısını o namaz pozub aradan aparacaqdır. Digər bir hədisində Peyğəmbər salavatullah gözəl bir təşbihlə bu mənanı açmaqdadır. Həzrət mübarək kəlamlarının birində buyurur ki, əgər sizin evinizin qabağından bir çay keçsə, gündə 5 dəfə həmən çayda yuyunsanız, o şəxsin bədənində çirk qalarmı? Sahabə dedi ki, xeyr, ya Rəsulallah. Peyğəmbər belə buyurdu, namaz həmən axar çaya bənzəyir. Kim ki gün ərzində o namazları, fərz namazlarını icra etdi, onun əməl dəftərində nə var idisə, Allah hamısının üstündən qələm çəkdi, onların hamısının üstünü örtdü.